Hər bir uşaq sevgi və qayğı ilə əhatə olunmalıdır. Amma bəzən uşaqlar bioloji ailələrindən ayrılmalı olur. Ailə mühitindən uzaqlaşırlar. Məhz belə anlarda himayədar ailə onların həyatında körpü rolunu oynayır. Alternativ qayğı növü olan himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsindən ayrılmış uşaqların ailə mühitində böyüməsi və inkişafı məqsədi daşıyır. Himayədar ailə. Ailə əsaslı alternativ qayğı növüdür. Müavinətli xidmət növüdür. Müvəqqəti xarakter daşıyır. Uşaq ailənin varisi sayılmır. Himayədar ailə uşağı övladlığa götürmək deyil. Bu uşağın təhlükəsiz bir ailə mühitində yaşaması, emosional dəstək alması deməkdir. Uşağın hüquqları qorunur, bioloji ailəsi ilə əlaqəsi kəsilmir və əsas məqsəd onun yenidən öz ailəsinə qayıda bilməsidir. Əgər siz də bir uşağın həyatında yaxşılığa doğru dəyişiklik yaratmaq istəyirsinizsə, himayədar ailə qayğı modelinə qoşula bilərsiniz. Səmimi ailə mühiti uşağın bütün dünyasını dəyişə bilər.